Bu film balaca aktyorlarımızın ilk ekran işidir. Dünən gecə 6 saat TikTok dedim. Amma səhər duranda heç nə yadımda deyildi. Mənə belə gəlir ki, mən artıq özümü telefonun içində tapıram. Yadınızdadır bu parkda necə futbol oynayırdıq? Elə bir 100 il əvvəl olub. Onda biz gülürdük. İndi isə sadəcə baxırıq. Pasiv adam olmuşuq. Matayat bacı, bu ağac canlıdır. Hacı, sen bu ağacı hardan tanıyırsan? Ben bunu telefonumda görmüşüm, ama bu daha canlıdır. Mən bu ağaçdan selfie xatirə almaq istəyirəm. Gəlin bir oyun oynayaq. Adını özüm qayacam. Gözünü qaldır. Qaydalar necədir? Telefonlara baxmaq qadağandır. Kim parkda real şeylərin daha çox sevinsə, o qalibdir. Hiç bilirdiniz, yarpaqlar əslində damarlarla doludur. Elə bir içində həyat axır. Biz telefonda nəyin üçün görürük? Sadəcə üstünü silirik. Qoy birdən baxın görüm oyun açılıb. Zabidan gəl, son oyunu oynayırıq. Qələbə sənniyə ola bilər. Mən deyəsən dızdım. Çünki telefona baxdım. Amma boş idi. Elə bil içindəki rənglər itdi. Geri qayıtmaq istəyirəm. Gördüklərim hamısı əsl həyat idi. En güzel haticeler kameradan yok, ürəkdə qalır. Biz bugün telefona yox, bir-birimizə baxdıq. Həqiqətən baxdıq və bu əsl gözəllik idi. Bacı, məni yerləncəyə apar da. Gəlin bir şəkil çəkməyək. Gəlin bir-birimizin xatirəsinə çevirək.
Ən gözəl ekran dostunun gülümsəyən üzüdür. Xatirəni yükləmə. Yaşa.